bir xəstə vardı bu yaxınlarda, müraciət elədi mənə. Mən də yoxdur, mən fəhlə işləyirəm. Ailəmin uşağını soymuşam. Dedim, niyə? Dedi ki, mən telefona çox alədə olmuşam. Başa düşürəm ki, bu düzgün deyil. Başa düşürəm ki, bu mənə mənfi təsir edir. Mən fəhləyəm, işləməliyəm, kərpiz daşımalıyam. Gedirəm, divarı dönürəm, təmir olan otaqların birinə keçirəm. O axşam telefon var. Gəlin, mən briqadir deyir ki, sən orada nə edirsən? Qalıram belə. Ona da qarşı mübarizə apara bilmirəm. Asıllıq var bunda, psixi asıllıq var, psixoloji asıllıq var. Ona görə də belə adam əlbəttə ki, mütləq asıllıq formalaşıbsa, mütləq psixoloqa müraciət etməlidir ki, o bəladan qurtarsın. Burada dərman terapiyası da müəyyən rol oynaya bilər, yalnız müəyyən. Əsas kimdir? Psixoloqun ona yardımı. O iş burasındadır ki, o asıllıq deyirik. Asıllıq olduğuna görə insan belə demir ki, dəli deyil. Tənqidi münasibəti var. Var tənqidi münasibəti. Alkoqoliklərdən, narkomanlarda da hətta olur tənqidi münasibəti ki, mən hər şeyi itirdim, doktor, mənə kömək elə, mən məhv olub gedirəm. Hamısı yox, müəyyən hissəsi belədir. Tənqidi münasibət var. Amma ona qarşı mübarizə aparmağa bunun gücü yoxdur. Bizdə alkoqolizmdə deyirlər ki, insan nə qədər araq içirsə içsin, əgər desə ki, mən sabah işə gedəcəyəm, yarım tir alışmışam, 300 gram içmişəm, mənə daha bəsdir, o xəstə deyil. Telefon da onun kimi. Telefon insan ailədə olur, qəlbinin ruhunu verir ona, belə demək mümkünsə, obrazı desəm, ayrıla bilmir ondan. Qoy buna da baxım, o birisinə də baxım, sonra o birisinə də baxım, bir də görürsən 4 saat, 5 saat keçdi. Əgər belədirsə, hər kəs anlamalıdır ki, elə bu zaman onda asıllıq başlayıb və davam edir. Bəlkə də daha ağır nəticələr gözlənilə bilər. Ona görə də ayılıb nə vaxtsa yox demək lazımdır.